Fəsil 7. Qapı Maksın dostlarının arxasınca bağlananda Saşa soruşdu. Mən həqiqətən burada qalım? Əlbəttə. Yatağını mənə verəcəksən? Yox. Necə yəni? Saşa çaşqınlıqla ona baxdı. Sən və mən sadəcə yatmayacaq. Bəs biz nə edəcəyik? Suallara cavab axtaracaq. Maks təntənəli şəkildə dedi və Saşa onun olduqca sərxoş olduğunu başa düşdü. Necə oldu ki, o bunu hiss etmədi? Söhbət nədən gedir? Sabaha qədər gözləmək istəmirəm. Bir də Moskvanı niyə tərk edim? Təbii ki, mən Sankaya güvənirəm və onun hər şeyi ən yaxşı şəkildə edəcəyinə şübhə etmirəm. Amma bu gün edilə biləcək işi niyə sabaha saxlamaq lazımdır? Hətta bunu özün edə bilərsənsə. Saydıqlarına əsasən mən nə nəticə çıxartmalıyam? Hər şeyi özümüz edəcəyik bugün. Nə hər şeyi? İndi biz sənin mənzilinə gedirik. Sonra Natasha gilə. Hər şeyi özümüz anlamağa çalışırıq. Dayan, necə gedirik? Birdən sənin binan nəzarətdədirsə. Maskalanacaq. Necə? Mən bunu öz üzərimə götürürəm. Yaxşı, tamam. Bəs mənzilə necə girəcək? Açarları Saniyə vermişəm axı. Məndə açar sındıran var. Sən həftə sonları mənzilləri uğramaqla əlavə pul qazanırsan? Kollecdən dərhal sonra məhkəmədə pulsuz müdafiəçi kimi çalışırdım. Daha kimlərlə işləmək məcburiyyətində olmadım ki, müştərilərimin arasında oğru da var idi. İndi onun əmək aləti məndədir. İçəri girməmişdən əvvəl xatirə olaraq verdi. Maks mətbəxə keçdi və soyuducunu açaraq içinə baxmağa başladı. Sən açar sındıranı orada saxlayırsan? Saşa lap mətəl qalmışdı. Əlbəttə yox, mən sadəcə içməyə bir şey axtarıram. Sənə yetərli deyil? Yox, yetərlidir. Amma daha bir qədəh əleyhinə olmazdım. Oo, deyə Maks sevindi. Mən nə görürəm? Konyak. Doğrudan mən sənin soyuducunu hər tərəfli axtarmışam. Sənə əmin edirəm ki... Budur konyak. Maks bir şüşə soya sosu çıxartdı. Yalnız biraz açıq rəngdə idi. Mən Hennessy'nin qalanını buraya tökmüşəm. Şüşənin yer tutmaması üçün. Sən necə? İçəcəksən ya yox? Cəhənnəm olsun hər şey, gətir. Maks məmnunluqla gülümsədi və konyak tökdü. Şüşə elə 2 qədəh üçün bəs oldu. Atışdırmalıq üçün heç bir şey yox idi. Dostları hər şeyi tərtəmiz yemişdilər. Amma yəqin ki, hər halda Hennessini elə belə də içmək olardı. Saşa bir dəfə bu konyakı mağazada görmüşdü və qiymətindən dəhşətə gəlmişdi. Həm də düşünmüşdü, doğrudanmı bir şüşə üçün bu qədər pul verməyə hazır olanlar var? Belə çıxır ki, var. Onlardan biri də indi onun qarşısında oturmuşdu. Hə, Sanya, gəl uğur üçün içək, Maks dedi və öz qədəhini qaldırdı. Gəl. Saşa onunla qədəhlərini toqquşdurdu və bir nəfəsə içdi. Konyak onun düşündüyü qədər iyrənc deyildi. Həm də o qədər dadlı deyildi ki, onun üçün maaşının yarısını ödəyəsən. Əla şeydir, Maks içdikdən sonra möhkəm səslə dedi. Təəssüf ki, nadir hallarda mənə Hennessy hədiyyə verirlər. Ad günümdə bütöv şüşə vermişdilər, amma onu da ofisdə qoymalı oldum. Yəni, sən özün üçün bu cür konyak almırsan? Əlbəttə yox, 500 rubla, yaxşı araq almaq var ikən. Nə üçün içkiyə bir neçə min xərcləyəsən? Daha yaxşısı şirədir. Belə də mən nadir hallarda içirəm, heç vaxt yoxdur. İş, sonra idman zalı. Maks qədəhə əl-üzyana qoyandan sonra mətbəxdən çıxdı. Hara gedirsən? Paltarımı dəyişim, sonra qonşuya bir neçə dəqiqəlik dəyəcəm. Niyə? Maskalanmaq üçün. Paltarlarını dəyişmək nədənsə çox çəkdi. Elə bil qonşulara yox, xüsusi məclisə şam yeməyinə gedirdi. O cins şalvar və hörüklüdə otaqdan çıxdı. Göy cins şalvar, mavi hörüklüdə.
Yaşıl alt paltarını da hansısa göy rəngli ilə əvəz etdiyini öyrənsəydi, heç təəccüblənməzdi. Mən tez gələcəm, Max donquldayıb mənzildən çıxdı. Tək qalan Saşa bir neçə saniyə oturub fikirləşdi ki, qabları yusun, yoxsa sahibinə saxlasın. Qərara gəldi ki, bu gün artıq çox iş görüb. Ona görə də heç nə etməyib otağa keçdi ki, görsün oranın interyeri necədir. Dərhal aydın oldu ki, iki otaqdan bir otağa çevrilib. Çünki ora çox böyük idi. Orada 3 zona var idi. Yataq yeri, yazı masası olan hissə və bar dayağı olan qonaq üçün hissədə künc divanı və stereo sistemi. Hər şey bir-birinə tam uyurdu. Dizayner bacarıqlı çıxmışdı. Saşa yazı masasına keçib üzərindəki çərçivəli fotoya baxdı. Fotoda Max gözəl bir qadınla qolboyun əks olunmuşdu. İkisi də gülümsəyirdi və çox xoşbəxt görünürdülər. Aleksandra birdən qısqanclıq hiss etdi. Ancaq özünü danlamağa vaxt tapmamış, fotoda Max'ın sevgilisi deyil, anası olduğunu başa düşdü. Bir-birinə çox bənzəyirdilər. Amma Nadia xala o qədər gözəl görünürdü ki, ona 35 yaşından artıq yaş vermək çətin idi. Saşa qətiyyətlə dönüb mətbəxə keçdi. Max'ın otağını araşdırmaqdansa qabları yumaq daha yaxşı idi. Əks tədbirdə məşuqəsi tərəfindən unudulmuş alt paltarı ilə qarşılaşa bilərdi, ya da dodaq boyası ilə. Xırda şeylərə görə əsəblərini çorlamağa ehtiyac yox idi. İşlə məşğul olmaq daha yaxşı idi. Mənzil sahibi nəhəng çuval ilə qaydanda o artıq tava və 2 boşqab yumuşdu. Saşanı iş başında görən ev sahibi təəccübləndi. Bunu niyə edirsən? Sabaha saxlamayacaq ki. Onu başa düşdüm, amma qabyon maşın var. O dolaba yaxınlaşıb qapılardan birini açıb Saşaya göstərdi. Budur. Əlimlə yumaq mənim üçün çətin deyil. Aleksandra çiyinlərini çəkərək desə də, mənzildə qabyon maşınının ola biləcəyini heç düşünməmişdi. Onun və anasının mənzilində paltaryon maşını bir il əvvəl peyda olunmuşdu. Onu da kreditlə götürmüşdülər. İşini saxla, Max əmr etdi. Çıxışı üçün geyinməliyik. Nə geyinəcəyik? Saşa maraqlandı. Bunları, deyə o çuvaldan 2 dəst çıxartdı. Şaxta baba və qarqız. Hardan tapdın? Qonşulardan. Onlar ər-arvad. Gənclər teatrının artistləridir. İndi bağçalarda əlavə pul qazanırlar. Sabaha qədər borca götürdüm. Saşa Max'ın əlindəki qarqız dəstini götürüb baxdı. Xəz haşiyəli küş, hörüklü papark və əlcəklər. Hər şey gözəl və təmiz idi. Saşanın xoşu gəldi. O dəstinə baxarkən Max öz dəstini geyindi. Xələtini geyinib kəmərlə bağladı. Qırmızı burunla saqqal və papaq taxdı. Nəsə çatışmır. Saşa fikir verdi. Qarın? Hə, amma başqa nəsə də. O diqqətlə Max'ı nəzərdən keçirdi. Ağarmış saçlar. Şaxta babanın saçları papağın altından çıxmalıdır. Olmalıdır, amma mənim qonşum vızbaşdır. Onun ehtiyacı yoxdur. Onlarsız sən inandırıcı görünmürsən. Eybi yox. Arağın qoxusu daha inandırıcı göstərəcək. Həm də mən özümə qarın düzəldə bilərəm. Düzəld. Max qarınına düşüncə yastığını bağlamağa getdi. Qeyd. Düşüncə yastıqları. Divanın üzərinə qoyulan 4 bucaq, yumuşaq yastıqlar. Qeydin sonu. Saşa isə qarqız dəstini geyinməyə başladı. Mən hazıram, Max bir neçə dəqiqə sonra dedi. Saşa onu ciddi diqqətlə nəzərdən keçirib etiraf etməli oldu ki, o qarını ilə biraz daha çox Şaxta babaya bənzədi. Keçə çəkmələri də olsa, lap əla olar. Daha nə istəyirsən? Mən heç uşaq vaxtı onlardan geyinməmişəm. O Saşanın qoluna girib güzgəyə tərəf apardı. Normal görünürük, deyə əkslərinə baxıb dedi. Ən adiləri kimi. Üstəlik özümüzə də bənzəmirik, deyə qarnına vuraraq əlavə etdi. Xüsusilə də mən. Hə, mən də heç vaxt ağ hörüklə gəzməmişəm. Yeri gəlmişkən, sarışın olmaq sənə çox yaraşır. Rəngləməkdən çəkinmə. Sən də qarın böyüdərsən, çox yaraşır.
Uydurma, deyə o əlin yellədi. İndi də ayaqqabılarımızı geyinməliyik. Hələ ayaqqabılarımızı təmizləməliyəm. Sirkli ayaqqabılara dözə bilmirəm. Keçə çəkmələrə də. Fəsil 8. Maksla Saşa binaya girdilər. Nəhayət ki, deyə Maksim ağ saçlarını çənəsinin altına salaraq dərindən nəfəsini verdi. Daha bir dəqiqədə və mən bu sintetik materialın altında öləcəkdim. Bu saqqal da dərimi qaşındırır. Biz necə də həssasıq, deyə Saşa gözlərini süzdürərək mızıldandı. Maksdan əvvəl o heç vaxt metroseksuallarla ünsiyyətdə olmamışdı və kişilərin necə həssas ola biləcəyini təəccüblənməkdə davam edirdi. Qoruyucu krem olmadan soyuqda çölə çıxmaz. Əks halda dərisi çartlayar. Dırnaq qırıldısa, onu dərhal yontamaq lazımdır. Əks halda cızacaq. Heç vaxt sintetikadan istifadə etməyin. Qaşındıracaq. Hə, evdən çıxmazdan əvvəl o qədər belə şeylər etdi ki, Saşa onu gözləməkdən yoruldu. Metroda hələ Maks nələr etmədi ki. O üz gözünü qarışdırır, ah çəkir, əzabkeşliklə gözlərini tavana qaldırırdı, hətta burnunu tutdu. Necə də. Orada belə sıxılma və antisanitar şərait var. Eskalatorun məzərindən tutanda burnu dəhşətli dərəcədə qaşınsa da ona toxunmadı. Hələ Maksın ayağına basanda o az qala dava çıxaracaqdı. Axı o evdən çıxmazdan əvvəl çəkmələrini cilalamışdı. Burada isə sirkli çəkmələrdə. Nəhayət metrodan çıxanda təkcə Maks deyil, Saşa da rahat nəfəs aldı. O əlbəttə ki, başa düşürdü ki, bahalı cib sürən adam hərəkət rahatlığına öyrəşib. Amma yenə də metro ən pis yer deyildi. Ən əsası isə yarım saata qədər qət etdikləri məsafəni maşınla 2 saata qət edəcəkdilər. Hansı mərtəbə? Maks papağını alnından kənara itələdi. Görünür, o da dərisini qaşındırırdı. 2. Lap yaxşı, əks halda sizin liftiniz məndə heç inam yaratmır. Niyə axı? Bu yaxınlarda onu təmir ediblər. Axırıncı dəfə nə vaxt yuyublar? Burada Saşa daha dözə bilmədi. Özünü elə aparırsan ki, sanki ailə malikanəsində böyümüsən və yalnız indi xarabalığa düşmüsən. Yeri gəlmişkən, bu rayon, sən yaşadığın rayondan heç də pis deyil. Hə, ona qarşı heç bir şey demirəm, deyə Maks geri çəkildi. Sonra üz gözünü turşutma və qalx yuxarı. Bu Maksın xoşuna gəlmədi. O yaşıl gözlərini qıydı və Saşanı qucadı və əli ilə onun poposuna vurdu. Sonra bir də. Mən xəbərdar etmişdim, deyib onu buraxdı. Məni əsəbləşdirmə, xanım qız. Nə cürət? Nə? Saşa pərtliyindən boğularaq vəhşiləşmiş öküz kimi fınxırdı. Maksın kürəyinə vurdu. Əclaf! Qəribə də olsa Maks güldü. İnanılmaz. Bir gündür ki, bir-birimizi tanıyırıq və artıq dalaşırıq. 5 gün yox, daha çox. Tam bir gün 2 saat. Yaxşı, gedək. O barışıq dolu səslə dilləndi. Yeri gəlmişkən, mən tiran və despotam. Dərhal xəbərdarlıq edirəm. Mənə nə? Birdən biz birlikdə gizlənmiş olsaq, bu da doğrudur. Ümumiyyətlə, oğlaqların hamısı belədir. Bürclərə inanırsan? Əlbəttə, sən yox? Yox, deyə barmağı ilə Katya xalanın mənzilinin qapısını göstərdi. Səninkidir? Yox, o qonşudur. Maks onun qapısına yaxınlaşıb itələdi. Əlbəttə ki, kilidli idi. Yaxşı, açar sındıranımı çıxarıram. Bəlkə lazım deyil. İcazə ver Katya xalanın yanına gedim. Bilmək olmaz, bəlkə çoxundur ehtiyat açar verib ona. Hər halda ehtiyac yoxdur, tez edəcəm. Deyə o açar sındıranı kilidə saldı. Həqiqətən də tez oldu. Heç bir dəqiqə keçməmiş Maks qapını açdı. İşə bir bax. Şaşqın Saşa ancaq bunu deyə bildi. Mənim mənzilimə girmək belə çıxır ki, böyük bir şey deyil. Elə deyil. Kilit çox sadədir, amma işinin ustası üçün mürəkkəb də problem deyil. Dəhlizə daxil oldular.
İşıq sönülü idi. Saşa birinci otağa girib ətrafa baxdı. Hər şey onun xatırladığı kimi qalmışdı. Əlbəttə ki, bədəndən başqa. Təbii olaraq ki, o yox olmuşdu. Saşa işığı yandırmaq üçün əlini uzatdı. Lazım deyil. Max onu saxladı. Kimsə pəncərələri izləyə bilər. Ancaq biz heç nə görməyəcəyik axı. Narahat olma, görəcəyik. Mənim cib fənərim var. Sadəcə pərdələri bağla. Saşa onun dediyi kimi etdi. Max isə fənəri yandıraraq mənzili araşdırmağa başladı. Ehtiyatla yeriyirdi və əlcəklərini çıxartmadan əşyaları götürürdü. Aleksandra onu narahat etməmək üçün kürsüsündə oturub, işıqlandırmaq üçün telefonundan istifadə edərək ulduz falı oxumağa başladı. "Bugün çılğın gün keçirəcəksən", deyə Maxsa xəbər etdi. "Amma uğurludur." Mənimki isə sakit və rahat. Astroloq belə bir gündə qadının lələklərini təmizləməyi məsləhət görür, vannada rahatlamağı, pedikür etməyi. Bundan sonra da ulduz falına inanırsan? Bəs necə? Sənin haqqında yanılmadılar. Mənim üçün hər gün çılğın keçir. Bugünkü uğura gəlincə mən mübahisə edərdim. Sən ancaq elə mənimlə mübahisə et, deyə Saşa mızıldadı. İndiki halda səninlə yox, astroloqlarla, deyə Max da öz növbəsində dedi. Mən deyəsən nəsə tapdım. Nə? Deyə Aleksandra həyəcanla ayağa qalxdı. İndi baxacaq, deyə Max kirayəçinin hələ girə bilmədiyi dolabın dərinliyində iri parça çantanı çıxartdı. İçindəkiləri yerə sirkələdi və qeyd etdi. Mənzilin sahibi tam dəqiqliklə qatildir. Onun dolabından köhnə cıncındır olan çanta tapdığına görə bu qənaətə gəldin? Burada sadəcə cırcındır deyil, deyə Max yerdən 2 parik götürdü. Biri sarışın, digəri qara. Sonuncu ultra qısa idi, sarışın isə uzun. Görürsən pariklər? Nə olsun? Anam da geyinir, amma o tarakanları belə öldürmür. Bu çantada olan hər şey maskalanmaq üçündür. Bax, burada çoxlu əşyalar var və hamısı fərqli üslubdadır. Kişilər üçün də var. Yeri gəlmişkən hələ makiyaj qutusu da var. Bir də, deyə o, qandalları Saşaya uzatdı. İndi əmin oldun? Deyəsən. Yeri gəlmişkən döşəmədə qanlı ləkələrin olduğunu gördün? Saşa başını tərpətdi. Qatil tərəfindən nə böyük diqqətsizlik. Niyə? İndi qandan DNT testi etmək olur. Max əşyaları çantaya yığıb yerinə qoydu. Sonra dolabın rəfindən bir şey onun diqqətini çəkdi. Bu bəs nədir? Deyə o, camaşır yığının altından bir foto çıxartdı. Bu çuğundurdur, deyə Saşadan soruşdu. Qız şəkilə baxdı və təəccüblə gözlərini qırpdı. Rəsmdə rəvan, gözəl qara saçlı qadın təsvir edilmişdi. Bu dəqiq çuğundur idi. Deyəsən, amma o bu fotoda tamam başqa cür görünür. Gizlənmə ustası, deyə Max hörmətlə dedi. Bir qatil üçün bu böyük üstünlükdür. Yenidən fotoya baxdı. O pis deyil. Onda maraqlı nəsə var. Gözlərində görürəm. Məğrurdur. Belələri mənim xoşuma gəlir. Max donquldanıb şəkli öz yerinə qaytardı. Onun sözlərindən Saşa özünü biraz narahat hiss etdi. Orada nə maraqlı bir şey, nə də məğrurluq yox idi. Əgər belədirsə, o Maxın tipi deyil. Aman Allah, mən nə danışıram? Deyə Saşa zehni olaraq ah çəkdi. Təbii ki, onun romanının qəhrəmanı mən deyiləm. Daha yaxşı, o da mənim tipim deyil. Çox yaraşıqlıdır, müvəffəqiyyətlidir, özünə güvənəndir. Üstəlik də özünə aşiq, həm də biraz həssas, fikirlərində oynildəyərək soruşdu. Onda niyə mənim ondan bu qədər xoşum gəlir? Saşa, fənəri tut. Onun ruhi əzabından xəbərsiz olan Max dilləndi. Mən çarpayın altına girəcəm, sən də mənim üçün oranı işıqlandıracaqsan. O itayətkarlıqla fənəri götürdü və işığı çarpayın altına yönəltdi. Max nıqqıltı ilə ora girməyə çalışdı, amma keçə bilmədi. Ona görə taxma qarnını açmalı oldu. Orada nə var?
Maksın başı çarpayının altında yoxa çıxanda və yalnız ayaqları görünəndə qız soruşdu. Ayaqqabı qutusu, silah onun içində idi. Mən artıq başa düşdüm. Bir neçə saniyədən sonra Maks oradan çıxdı. Əlində qutu tutmuşdu və çaşmış halda baxırdı. Orada nə olduğunu bilirsən? Deyə Saşadan soruşdu. Nə? Güllə. Və? Və onlar biraz qəribədirlər. Maks birini çıxardıb barmaqlarının arasında fırlatmağa başladı. Əlbəttə mən silah üzrə böyük mütəxəssis deyiləm, amma orduda xidmət etmişəm. Ona görə də bu məsələdən biraz başım çıxır. Sən bıçaq gətir. Saşa gətirdi. Maks onu götürərək gülləni didişdirməyə başladı. Partlamaz? Aleksandra qorxdu. Yox, çünki içində barıt yox, amma boyadır. Nə? Qırmızı boya. Belə çıxır ki, məni ovlamaq istəyən qatili yaralamışam boya ilə. Tapancada döyüş gülləsi də ola bilərdi, amma ümumiyyətlə hətta belə güllə ilə də zədə vermək olar, əgər yaxın məsafədən atəş edilərsə. Sən özün dedin axı, yarası dərin deyildi. Hə, ancaq dəhşət dərəcədə çox qan axdı. Boya idi, üzünə tökülürdü. Bəs qatil niyə huşunu itirdi? Mən özüm də başa düşmürəm. Maks qutunu çarpayın altına itələdi və əllərini yumağa getdi. Saşa isə dünən götürmədiyi əşyaları yığıb Şaxta babanın çantasına qoydu. Yaxşı, gedək buradan. Hamamdan çıxan Maks dedi. Gedək. Mənzildən ilk çıxan Maks oldu. Saşa biraz tərəddüd etdi. O saç sancağını dəhlizdəki masanın üstündə görmüşdü və onu götürmək istəyirdi. Ancaq sancağa toxunmağa heç vaxtı olmadı, çünki blokdan qışqırıq səsi gəldi. Üstəlik qışqıran Maksın özü idi. Saşa qapıya tərəf qaçdı və çölə baxdı. Ay, səni lənətə gəlmiş oğru, deyə Katya xala ölümcül tutumu ilə Maksın qulağından yapışaraq fışıltılayırdı. Nə kürkün yaxasında, nə də yalançı saqqaldan, nə də papağın altından çıxan saçlardan yox. Yaşlı qadın qurbanın qaçmaması üçün nədən tutacağını yaxşı bilirdi. Bitdi, azadlığa əlvida, polisə zəng etdim. Onu buraxın, Saşa qışqıraraq Maksa kömək etməyə tələsdi. Belə deyin, sizdə burada tamam bir dəstədir ki, nə qədər də yığıb aparmaq istəyiblər. Tamam bir çuval dolusu. Katya xala, bu mənəm. Mən səni tanımıram, quldur. Mənim Saşa. Saşa kimdir? Şurka. Mənəm Şurka. Yeni il üçün otağınızı bəzəyən. Yaşlı qadın donub qaldı. Maksın qulağını buraxmadı, amma barmaqları biraz boşaldı. Hadi, papağını və saçlarını çıxar, qarı əmr etdi. Saşa itayətkarlıqla hörülmüş saxta saçlar bərkidilmiş baş geyimini çıxartdı. Həqiqətən də Şurka, deyə Katya xala dişsiz ağzı təbəssümlə açıldı. Axşamlar diş protezlərini çıxarırdı. Bəs sən nə edirsən? Maskarad paltarında, üstəlik Şaxta baba ilə. Necə bəyəm olmaz? Əlbəttə olar, deyə qarı həlimliklə tez razılaşaraq Maksın qulaqlarını möhkəm barmaqlarının arasından buraxdı. Bu kimdir? O, mənim dostumdur. Uşaq bağçasında birlikdə çıxış edirsiniz? Elə bir şey. Katya xala Maksın papağını başından çıxardıb diqqətlə onun üzünə nəzər saldı. Oğlan çox yaraşıqlıdır, yəqin ki artistdir, deyə qarı qərarın verdi. Aha, deyə Maks qulaqlarını ovuşdurdu. Danışıq janrında. Mən başa düşmürəm. Niyə siz qapını açar sındıranla açdınız? Hardan bildiniz? Saşa heyrətə gəldi. Mənim həm qulaqlarım var, həm də gözüm var. Yeri gəlmişkən, mənim gözlüyüm panoramalıdır. Açarlarımı itirmişəm. Evəsə bir təhər girmək lazım idi. Deyə Saşa gördü ki, Maks ona işarə edir ki, artıq getmək vaxtıdır. Yaxşı, Katya xala, biz getməliyik, sağlıqla. O Maksın əlindən tutub pilləkənlərə doğru irələdi, amma qonşu onları asanlıqla buraxmaq fikrində deyildi. Dünən sənin mənzilindən başqa kişi çıxdı, qarı deyib biz-biz gülümsədi.
Onunla insan kimi danışmadığı üçün Saşadan inciyib qisas almaq qərarına gəlmişdi. Bunun kimi biri değildi, həm də sərxoş idi. Sərxoş? Madam ki, səndələyirdi. Bir də tez-tez əlini üzünə aparırdı. Sanki bunun yuxu yoxsa real olduğunu anlamağa çalışırdı. Kim idi ki, Şurka? Milad dovşanı? Mən başa düşmürəm, siz kimdən danışırsınız? Hə, əlbəttə, yeri gəlmişkən o daha bura gəlməyəcək. Hardan bildiniz? Özü dedi. Sizə? Mənə niyə? Pilləkənlərə aşağı düşəndə öz-özünə deyinirdi. Yaxşı, dediyi necə səslənirdi? Necə? Dedi ki, sən dəlisən və daha səni tanımaq istəmir. Yaşlı qadın fikirli halda alt dodağını çeynədi. Dünəndən baş sındırıram ki, o nəyi nəzərdə tuturdu. O Saşaya elə alovlu maraqla baxdı ki, qız mümkün qədər tez yaşlı qadından vidalaşmaq istədi. Sağlıqla qal, Katya xala, deyə Saşa Maksın əlindən tutub pilləkənlərlə aşağı sürüklədi. Sağlıqla, deyə yaşlı qadın onun ardınca deyib, dodağının altında mızıldadı. Hə, o biraz dəlidir. Bu yaraşıqlı oğlanda onda nə görüb başa düşmürəm. Qapı Katya xalanın arxasınca çırpılanda Saşa dayandı və qolu ilə alnına çıxan tər damlalarını sildi. Bir şey başa düşdün, deyə o Maksdan soruşdu. Deyəsən sən qatili yox, ev sahibənin sevgilisini az qala öldürürdün. Ancaq onun silahı var idi. Əminsən? Hə, o mənə tuşlamışdı. Bəlkə qutuya qoymaq istəyirdi. Saşa heç bir etiraz tapmadı və sustu. Yaxşı, bu haqda sonra fikirləşərik. İndi Natasha gilə gedək. Onun harda yaşadığını xatırlayıram. Fəsil 9. Maks nəinki keçmiş nişanlısının harda yaşadığını xatırlayırdı. Hətta kilit kodunu belə unutmamışdı. Kodu heç dəyişməyib, deyə düymələrə basanda dedi. Binaya girən Maks saqqalını və papağını çıxartdı. Yalancı qarını çuvala qoydu. Qısacası özünü əl gəzdirdi. Saşa da ona baxaraq hörüklü papağını da çıxartdı. Ola bilsin ki, blond ona yaraşırdı, amma öz saçlarına daha çox öyrəşmişdi. Natasha burada yaşayır, deyə Maks 50 nömrəli mənzilin qapısını göstərdi. Ümid edirəm evdədir və zəngi çaldı. Qapı açıldı. Salam, Maks ev sahibəsi ilə salamlaşdı. Natasha başını tərpədərək salamını aldı. O, təəccüblənmiş kimi görünmürdü. Sanki Maksimi gözləyirdi. Girmək olar? Qadın kənara çəkildi. İlk olaraq Maks mənzilə girdi. Saşa da onun ardınca. Maksim Natashaya heç baxmadı. Amma Aleksandra gözlərini ondan çəkə bilmirdi. Maksın keçmiş nişanlısı sadəcə cəzibədar deyildi. O çox gözəl idi. Uzun boylu, iştahaçan döşləri və gözəl ombaları olan qamətli qaraşın, qadın idealının təcəssümü etdirirdi. Maksimlə birlikdə əla görünürdülər. Hər ikisi qüsursuz bədən quruluşlu, qara saçlı və açıq gözlü idilər. Onun gözləri yaşıl, qızın isə mavi idi. Sadəcə mükəmməl cütlük. Səninlə gələn kimdir? Deyə Natasha başı ilə Aleksandraya işarə etdi. Rəfiqəm, Maks cavab verdi. Mən səni tanımıram. Nə mənada? Həmişə saf cinslərə üstünlük verirdin, amma burada... O Saşaya alçaldıcı baxışlarla baxdı. Kətçinin biri, həm də tükləri yoluq. Saşa başa düşdü ki, Natalya bunu onu incitmək üçün deyil, Maksı sancmaq üçün deyir, amma yenə də özünü pis hiss etdi. Bəli, əlbəttə ki, Natasha ilə müqayisədə o çirkin görünürdü. Amma obyektiv düşünsək, Saşa olduqca xoş görünüşlü qız idi. Qəhvəyi saçları isə əlbəttə ki, yoluq yad deyildi, əksinə dalğalı və tam qaydasında idi. O niyə belə qəddardır, deyə Saşa düşündü. Axı mən ona pislik etməmişəm. Sən, Natasha, həmişə olduğu kimi səhv edirsən, Maks dedi. Hə, aydındır.
deyə Aleksandra acı-acı fikirləşdi. İndi o inkar etməli olacaq. Keçidən. Nə danışırsan, Maksik, deyə Natalya mükəmməl ağzını büzərək nəğmə oxuyurmuş kimi dedi. Nədənsə o indi heç də gözəl görünmürdü. Mənim Saşam irsi knyaz nəslindəndir. O ən nəcib qanın davamçısıdır. İncə topuqları və biləkləri bunu sübut edir. Saşa, göstər. Qız da itaətkarlıqla əllərini irəli uzatdı. Onun biləkləri həqiqətən də nazik idi. Görürsən, Natasha, əsl xanımların əlləri belə olmalıdır. Yeri gəlmişkən, Saşınkanın nənəsi bir almanın yarısı kimi ona bənzəyir. İlk rus gözəli olub. Belə yarışlar ağdərili mühacirlər arasında keçirilirdi. Niyə gəlmisən? Natasha qəzəblə soruşdu. Hələ bu özünkünü də gətirmisən. Mən səninlə danışmaq istəyirəm. Nə haqqında, Maksik? Bütün illərdən sonra yoxsa üzr istəmək qərarını verdin? Əslində yox. Yəni, hələ də özünü günahkar hesab etmirsən? Mənim günahım nədir? Ondadır ki, sən mənim ürəyimi qırdın. Etiraf et ki, ilk sən başladın. Mən sənə xəyanət etməmişəm. Mən səni sevirdim və yolunu gözləyirdim. Sənə isə böhtan atıb məni tərk etdin. Natasha, bəlkə artıq kifayətdir, hə? İkimiz də yaxşı bilirik ki, heç bir böhtan olmayıb. Sən həqiqətən başqası ilə görüşdün. Nə mənə, nə də özünə yalan danışma. Yoxsa görürəm ki, sən özünü günahsız olduğuna inandırmısan. Mən sənə sadiq idim, deyə Natasha inkar edirdi. Mən hərbi xidmətdə olanda sən Seryoqa ilə yatmısan. Nə? Həqiqətən heç kimin bundan xəbəri olmayacağını düşünürdünüz? Hə, hamı onun sənin sadiq vassalan, etibarlı dostun, qarşılıqsız sevənin hesab edirdi. Və yaxın ünsiyyətiniz şübhə doğurmurdu. Amma siz də xüsusilə bunu gizlətmirdiniz. Gündüzlər özünüzü dost kimi göstərirdiniz, amma axşamlar sizi parkda görmüşdülər, öpüşürdünüz. Heç də dost kimi yox. Bu yalandır. Ola bilsin ki, kimsə Seryoqanın mənə öpdüyünü görüb, amma yox. O səni ehtirasla öpürdü və sən də ondan geri qalmırdın. Sonra qolboyun, çolluğa girdiniz. Valideynlərimizin evdə olduğu vaxtlar səninlə sevişdiyimiz həmin çolluğa. Bunu sənə kim deyib? Şübhəsiz ki, bu mənim paxıllığıma çəkənlərdən biri olub. Bilirəm ki, onda onlar çox idi. Bəlkə də sənin dostlarının uydurmasıdır. Yox, Natasha. Anam öz gözləri ilə səni görmüşdü. Onun səndən çox xoşu gəlirdi. Natalya nə cavab verəcəyini bilmədiyindən sustu. Max isə davam etdi. Dostumla qeyri-rəsmi münasibətinizi mənə demək ya da deməmək barədə qərar verməyin onun üçün nə qədər çətin olduğunu yəqin ki, başa düşürsən. Nəticədə o belə qənaətə gəldi ki, mən həqiqəti bilməliyəm. Mən həmin məktubu alanda az qala hərbidən qaçacaqdım, fərarəlik edəcəkdim. Mən səni öldürmək üçün avtomat götürüb qaçmaq istəyirdim. Amma xoşbəxtlikdən özümü ələ ala bildim. İndi mən təkcə buna deyil, həm də anamın mənə həqiqəti demək qərarına gəldiyinə görə inanılmaz dərəcədə xoşbəxtəm. Hər nə olursa olsun, hər şey yaxşılığa doğrudur. Qəribədir, deyə Natasha sözü uzatdı. Demək, mənə atdın, amma Seryoqanı yox. O sənin dostun olaraq qaldı. Niyə belə ədalətsiz? Axı bu məsələdə ikimiz də günahkarıq. Seryoqa səni möhkəm sevir. Mən həmişə bilirdim ki, sən onun üçün pəncərədəki işıqsan. Ona görə də mən onu bağışladım, səni yox. Axı sən məni sevdiyinə inandırmışdın. Sevirdim. Bəs niyə xəyanət etdin? Sən uzaqda idin. Osa yaxında, sevən, sadiq, ilk zəngdə yanıma qaçmağa hazır olan biri. Həm də vəfalı biri. Yəqin ki, məzuniyyətdə sən də hərbi hissədə oturmurdun. Yox, qurabiyə üçün şəhərə qaçırdım.
Yemək bilirsən də çox bərbad idi. Ancaq əgər sən qızlara işarə edirsənsə, mən səni məyus edəcəm. Heç kimim olmayıb. Mən sənə inanmıram, çünki sənin necə olduğunu bilirəm. İstədiyin kimi fikirləş, Max çiyinlərini çəkdi. Amma əgər mən belə şorgöz biriyəmsə, vaxtında məndən qurtulduğuna görə sevin. Mən bir şeyi başa düşə bilmirəm. Niyə Seryoqa ilə evlənmədin? Sizin evlənəcəyinizə ürəkdən inanırdım. Mən? Seryoqa ilə zarafat edirsən? Başa düşə bilmirəm. Burada zarafat edəcək nə var ki? O səni ilahiləşdirmişdi. Sən də ona rəğbət bəsləyirdin. O yağ qatlarından ibarət olan biri ilə mən ailə qurmaq? Heç vaxt. Mən onu rəfiqələrimlə tanış etməkdən belə utanırdım. Kök, kürən və elektrikçi. Bəs uşaqlar olsaydı, atalarına çəksəydilər. Natasha yenə nəsə demək istədi, amma bu vaxt qapının zəngi çalındı. İndi kimdir orada? Deyə sahibə əsəbi halda deyinib qapını açmağa getdi. O qapının dəstəyini əyib qapını açan kimi Seryoqa dəhlizə uçdu. Natusik, sənə bir şey etiraf etməliyəm. Amma Maxla Saşanı görən kimi həmən sustu. Elə bil ki, sanki boğazında nəsə qaldı. Nəyi, Seri? Max ondan soruşdu. Sən də buradasan? Heç gözləmirdim. Karlson o qədər utanmışdı ki, hara baxacağını bilmirdi. Mən qaçıb gəldim ki, dost kimi... Kifayətdir daha, deyə Max ona çımxırdı. Görüşüb görüşməməyimizin Maxın vecinə deyil. Yeri gəlmişkən o bizim haqqımızda hər şeyi bilir. Anası deyib. Hə? Sergey çaşqınlıq içində sözü uzatdı. Deməli, Nadia xala bizi görüb və Max'a hər şeyi danışıb? Axmaq olma, indi dedim. Və o məni bağışladı? Natasha gözlərini yumdu. Sergey onu əsəbləşdirirdi, xüsusən indi Max'ın yanında. Çox yaraşıqlı, inamlı, seksual birinin. Hansı ki, onun ola biləcək ideal bir kişinin. Amma o kök, uğursuz birinə görə onun olmadı. Max, düz deyir, Sergey dostuna tərəf döndü. Hə, bilə-bilə mənə demədin ki, bilirsən? Sən özün bu yaxınlarda dedin ki, dostluq müqəddəsdir. Səni dostuna dəyişən qadın isə səmimi sevgiyə dəyməz. Hə, amma Paşka və ya Sanya sənin yerində olsaydı, bizim dostluğumuz həmən bitərdi. Amma sən başqasan. Sən həqiqətən Natashanı sevirdin. Mən də düz sözümdür, yalan demirəm. Sizin xoşbəxtliyinizə sevinərdim. Mən də sizinkini görməyə şad olardım, amma inanmadım. Lap ürəyimi bulandırırsınız. Natalya iğrenc bir şey görürmüş kimi üz gözünü turşutdu. Göydən düşən iki mələk. Aranızda tək mənəm, ruhsuz biri, hə? Yox, sən nə danışırsan? Sergey tez etiraz etdi. Ancaq mən belə düşünməyə bilmirəm, Max etiraf etdi. Etiraf et ki, məni sifariş verənsən sən. Yox, o deyil. Karlson bu səfər ona tərəf etiraz etdi. Hə, mənəm, Natasha isə güclə dedi. Sus, deyə Sergey inildədi. Yəni sən belə çox həbsxanaya düşmək istəyirsən? Həbsxanaya? Deyə qadın təkrar soruşdu. Buna görə həbs edirlər? Natasha, sən dəli olmusan? Qətlə görə nəyincə həbs edirlər, hətta uzun müddətə. Mən heç kimi öldürmək niyyətində deyildim. Sən yox, lakin sifarişçi icraçı ilə eyni məsuliyyəti daşıyır. Mən heç nə başa düşmürəm, Natalya qaşlarını çatdı. Hə, mən Max'a sifariş vermişəm, amma sus, axmaq. Mən sadəcə onu qorxutmaq istəmişəm. Natalya divanda oturaraq əllərini sinəsində çarpazlayıb əlavə etdi. Həyatına yeni baxışlarla diqqət yetirməsi üçün. Yəni məni qorxutmaq üçün qatil tutmusan? Max dəqiqləşdirdi. Hansı qatili? Səncə hansı? Silahla gəzib adamları güllələyən biri. Yox, sən nəyisə qarışdırırsan. Mən səni ona sifariş etməmişəm. Bəs onda kimə? İndi adam oxurluğu, suyu-qəsd və s. təşkil etmək çox dəb halını alıb.
Bu haqda eşitmişəm. Müştərilərimdən biri axşam pivə almaq üçün çıxanda zorla maşına mindirilib, şəhərdən kənara aparılıb, zirzəmiyə atılıb və bir neçə saatda orada saxlanılıb. Artıq dəli olmağa başlayanda onu buraxıblar, hətta çiçək də veriblər. Konyak da. Məlum olub ki, onu bu qədər sevindirən, çox sevimli həyat yoldaşı olub. O qərara gəlibmiş ki, ərinin həyatında həyəcan yoxdur. Müştərin necə? Sürprizi bəyəndi? Deyə Saşa maraqla soruşdu. Boşandığına görə görünür ki, yox. Maks cavab verdi və dərhal Nataliyaya müraciət etdi. Belə çıxır ki, sən də mənə belə bir sürpriz etmək istəyirdin? Sürpriz kimi nəzərdə tutmamışdım. İstədim o qədər qorxasan ki, həyatına yenidən baxasan. Axı çoxları şiddətli stressdən sonra dəyərlərin yenidən qiymətləndirilməsi baş verir. Səncə mən nəyi qiymətləndirməli idim? Yəqin ki, həyatındakı ən qiymətlinin onun olmasını, deyə Natashanın yerinə Aleksandra cavab verdi. Ah, belədir, Maks güldü. Səni incitmək istəməzdim, Natasha, amma uzun müddətdir sənin haqqında heç düşünmürəm. Əvvəllər bu işi özümə qadağan edirdim, amma son illərdə bu birtəhər öz-özünə alınırdı. Sən mənim gənclik sevgim və ilk qadınım idin. Ancaq o vaxtdan bəri çox vaxt keçib, çoxları ilə görüşmüşəm, çoxlarına aşiq olmuşam, hətta bir dəfə az qala evlənəcəkdim. Niyə evlənmədi? O xaricə işləməyə getdi. Mən də soyudum. Amma bu başqa söhbətdir. Əsas isə odur ki, sən və mən bir daha heç vaxt birlikdə olmayacaq. Mən sənə məsləhət görərdim ki, başını boş şeylərlə yormayasan, sənin üçün hər şey etməyə hazır olan, diqqət yetirəsən. O mənalı şəkildə Karlsona baxdı. Məsləhətinə ehtiyacım yoxdur, Natasha mızıldadı. Sənə aydındır? Dəqiq, mənə belə hər şey aydındır. Ancaq mənə yox, deyə Saşa söhbətə qarışdı. Mənə kimcə gül atdı? Niyə? Bunun mənə artıq adiyyatı yoxdur, deyə Natalya soyuq tərzdə dedi. Bəs onda kimə var? Yəqin ki, Seryogaya. Bir qədər fasilədən sonra Maks dedi. Onun bununla nə əlaqəsi var? Maksim sual dolu nəzərlərlə Karlsona baxdı. O başını aşağı salıb mızıldadı. Mən qatilə sifariş vermişəm. Nə? Qadınlar birlikdə qışqırdılar. Natasha sifariş verəndə mən də onun yanında idim. Telefonda edilən söhbəti eşitdim. İndi gördüyüm kimi mən onun mahiyyətini səhv başa düşmüşəm. Onda qərara gəlmişdim ki, Natasha həqiqətən Maksi sifariş edib. Onun üçün o qədər qorxdum ki, təhlükəsiz oynamağa qərar verdim. Onun üçün qorxdun? Deyə Saşa soruşdu. Niyə onun üçün? Bir şey səhv olsaydı onun üstünə çıxa bilərdilər. Ona görə qərara gəldim ki, qatili aradan götürülməlidir. Bəs onu, anti-qatili, hardan tapdın? Deyə Maks maraqlandı. İnternetdəki elanlardan. Sən necə də axmaqsan, deyə Natasha gözlərini süzdürdü. O sanki zəif tərbiyə olunan yeniyetmə ilə danışırdı. Orada ancaq fırıldaqçılar olur. Seçməyə vaxtım yox idi. Nə var idi onu da götürdüm. Ona avans ödəyib qurbanı harda gözləyəcəyini dedim. Onu necə təyin etməli idi? Binanızın girişindəki hər mənzilin öz kodu var, elədir? Hə. Bir növ super-puper kilidimiz var. Daha doğrusu onu xidmət edən şirkət. Belə bir cəfəngiyat ediblər. Mənim sifariş etdiyim adam da binaya girən hər kəsi durbinlə izləyərək sənin kodunu yığacaq adamı gözləyirdi. Mən ona dedim ki, o vaxt heç kim sənin yanına gəlməməlidir. Natasha da bunu məndən öyrənib. Ona dedim ki, biz kluba 11-də gedəcəyik və o vaxta qədər 7-dən işdən qayıdandan sonra evdə sən tək qalacaqsan. Hazırlaşacaqsan. Bunun üçün sənin nə qədər vaxta ehtiyacın olduğunu bilirəm. Aha, aydındır. Qatil artıq başa düşdüyünüz kimi təcrübəsiz idi. Ona görə də əmri yerinə yetirə
bilmədi, hansı ki məni inanılmaz dərəcədə xoşbəxt etdi. Sifarişi ləğv etmisən? Əlbəttə, sənin sağ və salamat olduğunu bilən kimi. Saşanın mənzilinə soxulan o deyildi? Yox, onun harda yaşadığını necə biləcəkdi? Elə binanın önündə onu gözdən qaçırmışdı. Saşa onların söhbətinə qulaq asıb heyrətləndi. Sanki havanı müzakirə edirmiş kimi tonda danışırdılar. Nəhayət dözə bilmədi və Sergeyə qışqırdı. Bunu necə edə bilərdin? Hələ də dost adlanırsan. İşə bir bax, öz Nataşası üçün qorxub. Bəs Max haqqında fikirləşdin? O Karlsona tərəf gedib barmağı ilə onun yumuşaq qarnına vurdu. Sən antiqatil sifariş verməməliydin. Sən dostunu xilas etməliydin. O Max'a tərəf çevrilib sərt şəkildə soruşdu. Bundan sonra da onu bağışlayacaqsan? Yenə onunla dost olacaqsan? Yox, daha davam edə bilmərəm. Allaha şükür. Max kədərli Sergeyə, sonra Nataşaya baxıb dedi. Amma sizə xoşbəxtlik arzulayıram. Ümid edirəm bu dəfə evlənərsiniz. Sadəcə xahiş edirəm, məni toya dəvət etməyin. O zəif bir hərəkətlə əlini yelləyib mənzildən çıxdı. Saşa da onun ardınca. Onlar səssizcə pilləkənləri enib binadan çıxdılar. Saşa uzun fasiləni pozmaq üçün nəsə demək istəyirdi, amma bilmirdi nə desin. İndi hara gedəcəksən? İlk danışan Max oldu. Evə, anamgilə. Gecəni orada keçirəcəm. Sabahı isə təzə qıfıl alıb Çuğundurun mənzilinə qayıdacam. Mən də Sankanın yanına gedib sarxoş olana qədər içəcəm. Deyə o yolun kənarına çıxıb əlini qaldırdı. Sənə taksi tutum? Yox, sağ ol, metro ilə gedəcəm. Maşının pulunu ödəyəcəm. Mən metroya üstünlük verirəm. İnatkarsan, deyə o gülümsədi, oğlaq kimi. Elə bu vaxt onun yanında köhnə bir xarici maşın dayandı. Yaxşı, inatkar Saniya, necə istəsən elə də olsun, mən getdim. Yaxşı yol. Birdən Saşa xatırladı ki, o hələ də qar qızı qiyafəsindədir. Bəs dəstlər? Yadigar kimi saxla, qonşularım üçün yenisini alaram. O Saşaya əşyaları olan çuvalı verib avtomobilin salonuna girdi. Sağlıqla qal, yeni ilində mübarək. Qapını çırpmazdan əvvəl dedi. Sənin də. Saşa cavab verdi, lakin Max onu eşitmədi, çünki maşın artıq hərəkət etməyə başlamışdı. Epilog. Yeni ilə yarım saat qalmışdı. Saşa üstünə yeməklər düzülmüş masanın ətrafında oturub, həsrətlə şampan şüşəsinə baxırdı. Onu almağına almışdı. Soyutmuşdu da. Hətta onun qızıl haşiyəli, gözəl ağ salfetlə bükmüşdü. Amma necə açacağını bilmirdi. O şampan şərabının necə açıldığını bilmirdi. Hamısı ona görə ki, anası adətən bunu öz üzərinə götürürdü. O buna ustalıqla edirdi. Şüşənin boğazındakı tıxac yüngül bir sıçrayışla uçurdu. Amma bir damcı da olsun köpüklü şərabdan yerə dağılmırdı. Mən bütün ömrüm boyu qadınlar kampaniyasında işləmişəm, deyə Lucia bacarığını şərh edirdi. Beləcə öyrənməli oldum. Əks tədbirdə bütün bayramlarda tortla çay içməli olacaqdıq. Şirniyyatdan isə kökəlmək çox asandır, xüsusilə iş oturaq işdirsə. Soyuq içki içmək daha yaxşıdır. Həm fiqura, həm də əhval üçün daha yaxşıdır. Saşa da qadın komandası qazanında qaynayırdı. Lakin nə o, nə də həmkarları bayramlarda belə içmirdilər. Aydın məsələdir, uşaq bağçasıdır. Saşa yeni ili və 8 Martı həmişə anası ilə qeyd edirdi. Lakin indi ilk dəfə o, ən sevimli bayramında tək qalmışdı. Ona görə ki, Lucia Saratova getmişdi. Sahitdə tanış olduğu kişinin yanına. Qızının Çuğundur və onun Petro haqqında hekayəsini o qədər ilhamlanmışdı ki, Lucia da onun əcnəbi ilə evlənmək qismət olacağı ümidi ilə anket hazırlayıb internetə yerləşdirmişdi. Ancaq əcnəbilər ona yazmadı. Paytaxtda işləyən türklər istisna olmaqla. Ən çox ruslar yazdılar.
Əsasən əyalətdən. Hamısı Lucianın yanına gəlmək istəyirdilər. Yalnız biri onu öz yanına çağırdı. Lucia dərhal bilet alıb getdi. Hansı ki 3 gün əvvəl monastıra gedəcəkdi. Bunu belə heç xatırlamadı. Saşa qətiyyətlə şampan şüşəsini götürdü və onun falqasını açdı. Onu açmaq lazım idi. Əks halda ənənələri pozularaq yeni ili mineral su ilə qeyd etməli olacaqdı. Aleksandra metal toru açmağa başladı və onu sındırdı. Saşa inildəyərək şüşəni yenə masaya qoydu. Su içməli olacaqdı. Heç olmasa qazlıdır və demək olar ki, şampan kimidir. Bu vaxt telefon zəng çaldı. Şübhəsiz ki, qızını təbrik etmək üçün zəng edən Lucia idi. Saşa sevinclə dəhlizə qaçdı və telefonu götürdü. "Hey, dünya!" eşidildi. "Bu kimdir?" deyə Saşa qorxudan soruşdu. "Çuğundurdur, İtaliyadan salamlar." "Salam. Səni bayram münasibətilə təbrik etmək qərarına gəldim." "Çox sağ olun." "Orada necəsən? Məskunlaşmısan?" deyə Saşanın cavabını gözləmədən danışmağa başladı. "Mən ərə gedirəm, amma Petroya deyil, oğluna. Sənə deyim, çox əla oğlandır. İndi bütün ailə masa arxasında oturub araq içir. Mən onlara içməyi öyrətmişəm. İnana bilirsən? Orada səninlə kimlər var? Ev yəqin ki, qonaqlarla dolub daşır. Nəzərə al ki, çox səs-küy salsanız Katya güya danlamaq üçün qaçıb gələcək. Amma əslində o da orada əylənmək istəyir. Ona görə də onun üçün qapını açma. Əks halda içəri soxulacaq. Sonra hay qova bildin ha. O təkdir. Ona görə də darıxır." Saşa kədərli baxışlarla boş otağı nəzərdən keçirib qısaca "Aha" dedi. "Hə, bir şey deyəcəkdim. Mənə zəng edə bilərlər. İşdən. Heç kimə xəbərdarlıq etmədən, gözlənilmədən getdim axı. Üstəlik bir sifarişi yerinə yetirəcəyimə söz vermişdim. Əgər bir şey olarsa, onlar zəng edib sussalar təəccüblənmə. Onda bil ki, mənim canım üçün zəng ediblər. Dəstəyi az, vəssalam, şüt tamam." "Niyə susundular?" Sifarişin audio səsi yalnız xüsusi şifrə səsləndikdən sonra aktivləşir. Ancaq bu barədə narahat olma. "Hə, bir şey də var. Sən mənzildə silah tapmamısan? Əsil kimidir, amma qorucusu da var. Ancaq boyalı güllə atır." "Yox," deyə Saşa tələsik yalan dedi. "Onda deməli Kolka gəlib onu götürüb. Onunkular yaxşı işləmirdi." "Kolka kimdir?" "Mənim keçmiş sevgilim. Biz birlikdə işləyirdik. Hərdən də birlikdə yatırdıq. Yeri gəlmişkən, mən ona da xaricə getdiyim barədə xəbərdarlıq etməmişəm. Mənzilin açarları onda var. Bir dəfə verdim ki, rekvizit götürmək üçün içəri girsin. Sonra geri almağı unutdum. Silah yoxdursa, deməli Kolka sən evdə olmayanda gəlib. Yenidən görsən evdə olanda ona de ki, mən ərə gedirəm. Nömrəmi də itirmişəm. Belə də elə şeylər var ki, telefonda danışmaq alınmır." "Amma yad bir vasitəsilə danışmaq rahatdır," deyə Saşa fikirləşdi. Amma ona heç nə demədi, çünki Çuğundur hələ də ara vermədən cik-cik cik-cildəyirdi. "Bir sözlə o gələndə de ki, özünə yeni tərəfdaş və ya sevgili axtarsın, açarları da ondan al." "Artıq qıfılı dəyişmişəm," deyə Aleksandra sözün onun söhbətinin arasına sala bildi. "Lap yaxşı." Bu zaman Çuğundurun səsindən əlavə kişi səsi eşidildi. İtalyanca nəsə deyirdi. "Hey, dünya, bu mənim nişanlımdır. O səni yeni ilini təbrik edir," deyə Çuğundur tərcümə etdi. "Və o məni arağımı bitirməyə çağırır. Çao," dedi və əlaqəni kəsdi. Saşa dəstəyi yerinə qoyub otağa qayıtdı. Çuğundur ilə söhbətdən sonra əhval-ruhiyyəsi daha da pisləşdi. Camaat əylənir, araq içir. O isə bayram süfrəsində tək-tənhadır, şampan olmadan. Televizoru yandırdı və həmin armudlu salatı özünə tərəf çəkdi. Başqa nə edə bilərdi ki? Sadəcə yeyib komediya konsertə baxa bilərdi. Elə bu an qapının zəngi çalındı. "Katya xala," deyə Saşa təbəssümlə dedi.
Yüksək musiqi səsini gözləyə bilmədi. Ayağa qalxıb qapını açmağa getdi. Bayramı yaşlı bir qadınla qeyd etmək daha yaxşıdır, nəinki tənhalıqda. Həm də deyəsən bu da Vaçar nənə şampan aça bilir. Saşa gözlükdən baxmadan qapını açdı. Astanada Şaxta baba dayanmışdı. Ağ saqqallı, ağarmış qıvrım saçlı, qırmızı burunlu, irəli çıxan qarınlı, lakin araq qoxusu olmadan. Yeni ilin mübarək, deyə o biraz qalınlaşdırılmış səslə dedi. Yeni il yeni xoşbəxtlik gətirsin. Təşəkkür edirəm, sizinlə bahəm. Mən sizin üçün hədiyyə gətirmişəm. Budur, deyib çuvaldan meyvə, şirniyyat və şərab olan dəbdəbəli səbət çıxartdı. Səbətdən əlavə bəzək kimi kiçik qızıl güllər və ardıc budaqları var idi. Saşa belə səbətləri ancaq filmlərdə görmüşdü. Bu kimdəndir? Deyə qız heyranlıqla için çəkdi. Kimdəndir? Məndən. Şaxta baba saqqalını və saçını dartıb çıxartdı və Saşanın qarşısında qara saçlı, üzü tərtəmiz qırxılmış Maks dayandı. Aleksandrın sevincdən nitqi qurudu. Onu yenidən bərpa edəndən sonra isə sevinclə dedi. Nə yaxşı ki gəldin, olmasa şampanı açmağa bir nəfər yoxdur.